dostlar, bura bax kanalın izləyiciləri və abunəçiləri. Əgər kanalıma abunə olmamışsınız, aşağıdakı düyməni basıb kanalıma mütləq abunə olun və zil düyməsini açın ki, yeni videolardan xəbərdar olasınız. Mən indi hal-hazırda deməli ikinci təşkil olunmuş yarmarkada gəldim. Novruz bayramı ilə əlaqədar təşkil olunub. Düz Dəniz Kənarı Milli Parkın yanındadır, Kukla Teatrın yanındadır, bax buradadır dostlar. Bax burada çox gözəl təşkil olunub. Burası daha çok hoşuma geldi bana. Merkezdeki yok. Su çarşambası, ot çarşambası. Bakalım bütün çarşambaların 4 çarşambadır. Oturacaqlar, təşkil ediblər, insanlar oturub burada çay içir, rahat yeməyini yiyir. Burada da taxtadan cəliblər. Ocaq, bilmirəm, yandıracaqlar bunu, yandırmayacaqlar. Sadəcə dekor kimi qoyublar. Buranın dekorunu çox bəyənirəm, baxın dostlar, gözəl ediblər buraları. Burada həm də milli mahnılarımız gedir burada. Amma şəhərin o bir tərəfdə xarici mahnılar gedir, o yersiz Novruz bayramı üçün əlaqəsi olmayan mahnılardır. Güzel bəzəyiblər. Burada da mağazalar var, yəni balaca mini açıblar, obyektlərdir, orada satılır. Bax, güllər çox hoşuma gəlir dekorda. Necə güllər? Sarı, oranj rəngində, portaqal rəngində də var. Kufşinlərdən gətiriblər, babelərdən evdə də bunlardan etmək istəyirlər. Çox gözəl ediblər bunlar. Oturub bəziyiblər bunlar. Gəlmək vaxtınız varsa dostlar, gəlin burada, baxın, gəzin. Çox gözəl təşkil ediblər. Novruz bayramı həm Azərbaycanın bayramı, həm Türk dünyasının bayramıdır. Ümumiyyətlə bütün Türk dünyası keçirdir. Amma Türkiyədə o qədər çox keçirmirlər bu bayramı. Bilmirəm nəyə görə. Sıfır Azərbaycandır, Özbekistandır, Türkmenistandır, Qazaxıstandır, orada çox keçirdirlər. Hətta Qırğızstanda da keçirdirlər. Amma buralar da gözəldir. Orada icazə yoxdur ki, keçməyə. Təşkil edirlər bilmirəm. Burada dron uçur burada. Bax, belə bu xudmani çox gözəl balacadır. O qədər geniş deyil. Gəlmək istəsəz gələ bilərsiniz. Çox vaxtınızı aparmayacağım video baxmağa görə. Bilirəm ki, insanlar çox uzun videolara baxmaq sevmir. Milli mahnıların olması çox yaxşıdır. Burada da yəni dediyim kimi, gəlin burada gəlin, şəhərin mərkəzində də təşkil, orada gəlin. Çox böyük geniş değil diyeyim, yani normaldir. Burada bir ekran ulaştırırlar burada. Çok sağ olun dostlar, videolarıma bakıyorsunuz. Lütfen kanalıma abone olun ve yeni videoları izlemek için zil düğmesini açın ki yeni videolardan haberdar olasınız. Bir de like basın, sizin desteğiniz benim için önemlidir.